Bizim retinol kimi tanıdığımız vitamin A-nın 100-dən çox forması var. Əlbəttə ki, heç kim ekspert olmaq məcburiyyətində deyil və bu qədər tərkibləri yadda saxlamaq da mümkün deyil. Və indi innovativ yeniliklər həddindən artıq artır. Bəli, günü-gündən çıxır yeni. Bəli. Mən Koreyadan 3 ay aralıqla 2 fərqli proqrama qoşulmuşam və inanın ki, ikincisində birincisinin heç əsər əlaməti yoxdur. Tam təmiz, yeni, innovativ yeniliklərdən danışılır. Ona görə də sadəcə olaraq biz dərimizi tanıdıqda ona hansı turşuların yaxşı gəldiyini, hansı turşuların aqressiv olduğunu və turşudan sonra nə istifadə edəndə bizim dərimiz sakitləşir, nəmlənir, rahatlaşır. Onları bildikdən sonra artıq bu asan gələcək yenilikləri daxil etmək rutinimizə. Ona görə də xanımlardan tək istəyim və bəylərdən də fərqi yoxdur. Tək istəyim odur ki, akne problemin varsa, iltihaplı dəriyə sahibsənsə, o dəqiqə turşulara qaçıb ancaq turşularla dərini qıcıqlandırıb daha da pis hala salma. Yəni bir oxuyun, biraz ekspertdən, bəli, heç olmasa bir dəfə ekspertin müayinəsində olanda artıq bilirsən ki, hə, bundan sonra bu, bundan sonra bu. Məsələn, çox səhvlərdən biri odur ki, üz yumamız da glikolik asiddəndir. Arxasınca tonerimiz salisilik asiddir. Ondan sonra çay ağacıdır. Ondan sonra təzədən retinoldur və bu həddindən artıq aşındırıcı bir rutindir və bunu istifadə etdikdə yaralar yaranır dəridə və bu da inanın ki, çox uzun müalicə dövrü tələb edir.